isə gəlin güvəndən, deməli ismə aid testlərimizi işləyək. Birinci testimizdə bizdən simple noun soruşur. Simple noun sadə isim deməkdir. Burada baxın artistə baxırıq. Mən sizə öyrətmişdim ki, art incəsənətdir. Onun sonuna ist şəkilçisi əlavə eləyib artist, rəssam sözü yaranıb. Ona görə bu düzəltmə olduğu üçün A bəndi getdi. Sonra shopkeeper, baxan kimi bilirik, iki sözün birləşməsindən yaranıbdır. Deməli mürəkkəbdir. Bu getdi. Sonra thinker sözünə baxırıq. Think fikirləşməkdir. Thinker-də şəkilçisi əlavə eləyib mütəfəkkir sözü yaranıbdır. Ona görə D bəndi də getdi, düzəltmədi. Honesty də honest dürüstlükdür. Honest dürüst, vicdanlı. Sonuna deməli y şəkilçisi qoyaraq honesty dürüstlük yaratmışıq. Yəni bu da düzəltmədir. Ona görə bizim qalır cavabımız C bəndi. Fork çəngəl sadədir, window pəncərə sadə isimdir. Baxıram ikinci testimə. İkinci testdə sadə isimləri soruşur yenə bizdən. Tez şəkildə baxırıq. Movementdə ment düzəltmədir. Newspaper iki sözdən yaranıb mürəkkəbdir. Sonra sunlight gün işığı iki dənə sözdən bir yaranıbdır. Deməli mürəkkəbdir. Burada backpack də mürəkkəbdir. Sonra officer sözündə sözün kökü ofisdir. Sonuna şəkilçisi də əlavə eləyib olub officer. Deməli bu düzəltmədir. Amma chapter və wall sadə isimlərdir. Sonra baxırıq yenə sadə isimlər soruşur bizdən. Cookdan cooker yaranıb. Soba şəkilçisinə yeni bir isim yaranıbdır. Bu oldu düzəltmə getdi. Sonra ability bacarıq. Nə bacarıq? Burada able bacarıqlı sözündən ability it şəkilçisi vasitəsindən yaranıb. Bu da getdi. Act sözü bilirik ki, düzəltmədir. Biz act-dən yaranıb. A-C T yazılır. Clean-dən də cleaner yaranıb. Bu da düzəltmədir. Cavabımız Y bəndidir. Rice deyir, shoe ayaqqabı. Sonra baxırıq yenə sadə isimlərə. Deməli, action sözündə act-dən yaranıb yenə də ion, sion, tion şəkilçisindən D bəndi getdi. Proposal sözündə propose təklif etməkdir. Sonuna al şəkilçisi qoyub düzəltmə isim yaranıb. C bəndi də getdi. Pollution-da ion, sion, tion şəkilçidir. Bu da getdi. Driver-də drive sürücü, sürmək deməkdir. Sonuna qoyuram, olur sürücü. Bu da şəkilçidir, bu da getdi. Qaldı cavab B bəndi. Simple nounlar soruşur. Deep dərinlik deməkdir. Deep dərin sözündən yaranıbdır. Bunu bilirsiniz. Bu da getdi. Teacup çay fincanı, bu da getdi. İki sözdən yaranıb. Newspaper mürəkkəbdir, bilirsiniz. Fire məndə iki sözdən yaranıb mürəkkəbdir. Cavab A bəndidir. 6-ya baxırıq. Derivativ nounları soruşur bizdən. İndi sadələri və mürəkkəbləri çıxmalıyıq. Bax, bas sadədir, getdi. Singer müğənnini düzəl. Mosque məscid sadədir, getdi. Tree ağac sadədir, getdi. Ant xala bebi sadədir. Amma happiness-də nest, direction-da da ion, sion, tion var. Ona görə 6-da cavab olur B bəndi. Baxıram 7-ci testimə. 7-ci testdə məndən nə soruşur? Yenə soruşur derivativ nounlarımız. Scarf, şərf sadədir. Sonra ship, hava gəmisi. Baxın, iki sözdən yaranıb uşaqlar. Deməli bu mürəkkəbdir, getdi. Mənə düzəltmə isim lazımdır. Potato, dress, ikisi də sadədir. Getdi. Sandcastle, bax, singer burada düzəltmədir. Düzdür, singdən yaranıbdır. Amma sandcastle mürəkkəbdir. İki söz birləşibdir. Ona görə bunu da çıxıram. Cavabım olur D bəndi. Meetingdə ing, explorerdə isə şəkilçisi qəbul olur. Development, derivativ nounlara baxırıq. Iron, dəmir, iti sadə isimdir, getdi. Fork çəngəl sadə isimdir. Monkey də sadə isimdir. Factory sadə isimdir. Machine sadə isimdir. Amma burada cleaner-də burada da ion, sion, tion düzəltmə isim yaradıbdır. Amma o işi həll eləmir də, digərləri sadədir. Composer-də sözün kökü compose, bəstələməkdir. Compose, driver-də də sözün kökü drive, maşın sürməkdir. Bunlar düzəltmədir hər ikisi. C bəndidir. 9-da yenə derivativ noun. Ship, hava gəmisi. Bayaq dedik ki, mürəkkəbdir. İki sözdən yaranıbdır. Orange, portağal. Bu söz sadə sözdür, çünki kökü yoxdur. Sonra uncle, əmi, dayı sadədir. Sonra culture, mədəniyyət, knowledge, bilik var burada. Burada bizdən düzəltmə isimləri soruşur. Baxın, burada knowledge-də no bilmək olsa belə, lady adlı bir şəkilçi yoxdur, başqa bir şey yoxdur. Ona görə bu da getdi. Qaldı visitor, magician. Burada ian şəkilçidir, burada da o şəkilçidir. Baxıram yeni derivativ noun. Baxın, açar, burada board. İki sözdən yaranıb, getdi. Sonra baxıram nəyə? Mənə derivativlər lazımdır. Sonra armrest. Bu sözü də çıxıram. İki sözün birləşməsinə yaranıbdır. Document sadədir, bunu bilirsiniz. Living room-da mürəkkəbdir, bilirsiniz.
Cavab laughda gülüş, laugh gülməkdən yaranıbdır. Laugh gülməkdir. Lawyer da lawdan yaranıbdır, hüquqşünas deməkdir. 11-ci testdə məndən compound-dan, yəni mürəkkəb isim soruşur. Sadələri və ya düzəltmələri çıxıram. Deməli, bax, T sadədir, agreement düzəltmədir, getdi. Journey sadədir, getdi. Deməli, detail sadədir, getdi. Vocabulary sadədir, getdi. Solution da getdi. Deməli, cavabım burada C bəndidir. Bookmark, bir də notebook. İki sözün birləşməsindən yaranan bir mürəkkəb isimdir. 12-yə baxıram, mürəkkəb isimlərdən gedir söhbət. With burada düzəltmə isimdir. Bu sadə isimdir, bu da sadə isimdir. Burada da translator sözündə or şəkilçi olduğu üçün bu düzəltmədir və ona görə cavabım D bəndidir. İki dənə sözün birləşməsindən yaranıbdır. Davam edirik növbəti test 13-də yenə mürəkkəb soruşur. Cavab elə A bəndidir. Çünki iki sözün birləşməsindən yaranıbdır. Burada strengths-də TH şəkilçidir. Nickname mürəkkəbdir. Courage-də deməli bu söz mürəkkəb söz sayılmır. Ona görə getdi. Wisdom düzəltmədir. Wise-dan yaranıbdır. Burada da doctor sadə isimdir. Sonra courage də sadə isim idi orada. 14-ə baxıram. 14-də compound-dan soruşur. Paper sadədir. Sonra behavior davranış. Behave davranmaqdan yaranıbdır. Düzəltmədir. Workbook və firefighter. Bunlar mürəkkəbdir. Çünki iki sözün birləşməsindən yaranıbdır. Baxın, bu mürəkkəbdir. Amma burada bu söz sadədir. Oven da sadədir, getdi. Amma bu mürəkkəb idi. Compound-dan soruşur yenə. Dream sadədir. Deməli, bu söz çıxıram. Sadədir. Sonra burada cavabım Y bəndidir. Bunu çıxıram, burada da bunu çıxıram. Handprint, sunrise. İki sözün birləşməsindən yaranıbdır. Baxıram 16-cı testimə. 16-da nə deyir bizə? Deməli, mürəkkəb isim lazımdır. Movement düzəltmədir, getdi. Wisdom düzəltmədir, Vice-dan yaranıb. Bayaq demişdim. Sonra baxıram, history, tarix sadədir. Bu sözü də çıxıram. Cavab Y bəndidir. İki dənə sözdən yaranıb, iki dənə sözdən yaranıbdır. Burada bir şey deyim sizə. Burada bu söz düzəltmədir. Bax, counsel məsləhət deməkdir. Sonuna da or qoyuram, olur məsləhətçi. Davam edirik. Mürəkkəb isim educator da educate-dən yaranıbdır. Educate oxunur əslində. Or şəkilçidir, düzəltmədir. Burada tion şəkilçidir. Cavab B-dir. Çünki briefcase, classmate. Allowance da anca şəkilçidir. Meter sadədir. Bu ikisi mürəkkəbdir, amma singer də düzəltmədir. Bu da çıxır. Singer düzəltmədir, bu mürəkkəbdir. Bu mürəkkəbdir, amma burada da yer düzəltmədir, getdi. Compound-dan soruşur bizdən. Elə cavabım A bəndidir. Çünki H ilə V-dən yaranıb, country ilə yaddan yaranıbdır. Kindness-də nes şəkilçidir, spelling-də ing şəkilçidir, burada da ing şəkilçidir, burada da şəkilçidir. İştiqərlərinə baxmağa ehtiyac yoxdur. Davam edirik 19-cu testimizdə mürəkkəb isim soruşur bizdən. Bravery, brave cəsurdan yaranıbdır. Şücaət, qəhrəmanlıq, bu düzəltmədir. Membership-də ship düzəltmədir. Scientist-də ist düzəltmədir. Burada da ment çıxırsan, cavab D bəndidir. Sonra compound-dan soruşur, cavab A-dır. Çünki babysitter roommate-dən yaranıbdır. Bu söz sadədir. Engineer, engine-dən yaranıbdır, düzəltmədir. Basket sadədir və manager də düzəltmədir, manage-dən yaranıbdır. Compound-dan soruşur, spaceship, kosmik gəmi və car park-da maşın parkı deməkdir. Yəni maşın park yerindən yer, belə deyək. Parkirovka deyirlər, ya nə deyirlər, Azərbaycan dilində yadımdan çıxdı. Davam edirik compound nounlar. Compound nounlar 2 ilə 4-dür təbii ki A bəndi. Bunu özünüz bilirsiniz. Avtomatik yenə compound noun soruşur. Moonrise, seaport, dəniz limanından ayın çıxması. Deməli 2 ilə 3 cavab nədir? Burada Y bəndidir. Yenə compound noun roommate ilə rainstormdur. Cavab 1 ilə 4-dür. C bəndidir. Compound noun brother-in-law'dur. Moonlight'dır. Cavab 2, 3 eləyir Y bəndi. Deməli, burada isimləri soruşur. Artıq sifət söhbəti var. Serious, ciddi. Necə, nə cür ciddi sifətdir. Freedom, azadlıq nə? Azadlıq isimdir. Truth, həqiqət nə? Həqiqət isimdir. Helpful, köməkçil. Necə, nə cür köməkçil çıxdı. Cavab 2, 4. A bəndi. Baxıram, 12 dürüstlük nə? Dürüstlük. Careless, vecsiz. Necə, nə cür? Vecsiz. Weak, zəif. Necə, nə cür? Zəif. Sunlight, gün işığı nə? Gün işığı. Deməli, cavab 1-3.
B bəndi. Cold soyuq necə nə cür? Soyuq. Təhlükəli necə nə cür? Təhlükəli. Violinist, violinist, skripkaçı nə? Skripkaçı. Ot nə? Ot. Cavab A bəndi. Generous, əlaçıq, səxavətli. Necə nə cür? Səxavətli. Lovely, sevimli. Necə nə cür? Sevimli. Ümumiyyətcə, lovely özü elva ilə bitməyinə baxmayaraq zərfdir. Bunu beyninizə yazın. Building, bina nə? Bina. Yaradıcılıq nə? Yaradıcılıq. Cavab 7. Queen, yox, Queen'dir də. Queen, kraliça nə? Kraliça. Fast, sürətli necə nə cür? Sürətli. Həm sifət, həm zərfdir. Sleepy, yuxulu necə nə cür? Yuxulu. Tower, qala nə? Qala. Cavab C bəndidir. Baby, körpə. Hot, isti, sifətli necə nə cür? Diqqətli necə nə cür? Yorğun necə nə cür? Tənbəl necə nə cür? Nə oldu? Heç nə qalmadı. Diqqətli oluruq. Daha nəsə fikir verməmişəm. Tired, yorğun necə nə cür? Yorğun. Hot, isti. Necə? İsti. Lazy, tənbəl. Kind, mehriban. Necə? Mehribandır. Tənbəl. Careful, ehtiyatlı. Necə nə cür? Ehtiyatlı. Lazy, tənbəl. Nə? Tənbəl. Deməli, baxın, burada lazy, tənbəl necə nə cür tənbəldir. Mən orada diqqətli olmadım. Deməli, burada nəyə baxmalıyıq? Kind, mehriban bir növü də mənası növ deməkdir. Nə? Növ. O mənada debəndi götürürük. Yenə isimləri soruşur. Beautiful, gözəl, necə nə cür gözəl. Fast, sürətli, necə nə cür getdi. Noisy, səs-küylü, necə nə cür. Qırmızı, necə nə cür. Cavab A bəndidir. Desert, səhra, kartonda çizgi filmidir. Yenə isimlər. Smart, ağıllı, necə nə cür. Handsome, yaraşıqlı, necə nə cür. Müasir, necə nə cür. Deməli, honest, dürüst, vicdanlı, necə nə cür. Cavab A bəndidir. Vətəndaş və sinif otağı. Yenə isimlər soruşur. Buludlu sifətdir, rude sifətdir, soft, rahat, necə cür sifətdir. Quiet, sakit, necə nə cür. Dress, don, dinlərdə nahar isimdir. Sufikslərimizi soruşur, amma isim düzəltməlidir. Mən sizə demişəm ki, baxın, nes var, less var. Bunların fərqi nədir? N ilə başlayan noun düzəldən şəkilçidir, amma l ilə başlayan sifət düzəldən şəkilçidir. Ona görə bax, burada less veribdir. Bunu çıxıram, çünki o isim düzəltməz. Ous da isim düzəltmir. Sonra burada ly zərf düzəldir. Full da sifət düzəldir. Ümumiyyətlə ion, sion, tion. Onu götürürsünüz. Cavab Y bəndidir. 36-ya baxıram. 36-cı testdə isim düzəldən şəkilçiləri soruşur. Baxıram, abli sifət düzəldir, getdi. Sonra endə would, wouldn't məsəl üçün o sifətdə getdi. Sonra id, məsəl üçün educated, təhsilli, necə nə cür təhsilli, idi də sifət düzəldir. Erlə nes isim düzəldə bilər. Məsəl üçün, deyirəm ki, nes dedik ki, bayaq, l ilə başlasa sifət düzəldir, n ilə başlasa isim düzəldir. Məsəl üçün, paint boyadır, painter rəssamdır, painter rəssamdır. Burada da IV şəkilçisini çıxırıq, amma dom isim düzəldir. Baxıram 37-də developla move nə qoyuram? Ment qoyuram. Development, movement. Artist, typist ola bilər. Sonra membership, friendship, agreement, improvement. Hər ikisinə gedən B bəndidir. 41-ci testə baxıram. Yenə isimləri məndən soruşur. Honesty, dürüstlük, brightness, parlaqlıq. Elə budur. Baxıram yenə də. Active, fail, necə nə cür fail sifətdir. Gentle, mülayim, necə nə cür mülayim. Anda altında söz önüdür. Soft, rahat sifətdir. Brightness-də nes isim düzəldən şəkilçidir. Deməli, bu söz isimdir. Skill, bacarıq nə? Bacarıq. Dürüstlük nə? Dürüstlük A bəndidir. Derivativ nounları məndən soruşur. Deməli, baxın, forest sadədir, getdi. Dog da sadədir, getdi. Sea də sadədir, getdi. King sadədir, getdi. Ownership, sahibkarlıq, kindness, information, mention sadədir burada. Cavab 7. Burada nes, burada ship, burada da ion, sion, tion. Compoundlar soruşur. Bir compounddur, iki sözdən yaranır. Breakdown compounddur. Sunrise compounddur. Elə cavab 1, 2 və 5-dir. Cavab edir Y bəndi. Burada ment şəkilçidir, burada dom şəkilçidir, burada da it şəkilçidir. Sonra compound nounlar soruşur. Actor düzəltmədir. Ion, sion, tion düzəltmədir. Cavab C-dir. Burada hood düzəltmədir, burada dom düzəltmədir. Cavab C bəndidir. Yenə compound soruşur. Artistdə ist şəkilçidir. Educatorda or şəkilçidir, burada er şəkilçidir. Airport, homework, sunlight. Bu oldu mürəkkəb, çünki hər ikisi iki sözdən yaranıbdır. Deməli, perform
Anca ence performance getdi. 46-ya baxıram. 46-cı testdə compound nounları, yəni mürəkkəb isimləri soruşur. Deməli baxıram. Beauty gözəllik nə? Gözəllik beauty sadədir. Sonra darkness-dən ness, burada tion çıxır, düzəltmədilər, anca ence çıxır, bu da sadədir çıxır. Burada ness çıxa bilər, burada er çıxa bilər, burada ss çıxa bilər. Loyal burada şəkilçidir. Cavab elə adı girlfriend, outsider, handshake. Sonra baxıram compound nounlar lazımdır mənə. Army ordu çıxdı, flame çıxdı, soccer sadədir çıxdı. Scholar ümumiyyətcə düzəltmədir. Wildlife mürəkkəbdir, çıxdı. Runner də düzəltmədi getdi. Cavab B-dir. Downturn, handwriting, rainfall. 48-ə baxıram, mürəkkəblər lazımdır. Ian şəkilçidir, or şəkilçidir. Artistikdə it şəkilçidir, musikalda al şəkilçidir, hood şəkilçidir, tion şəkilçidir, window sadədir, burada ship şəkilçidir, burada da air şəkilçidir. Cavab A bəndidir. 49-cu testdə compound soruşur. Sadə, 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 mürəkkəb soruşurdu. Moonlight, iki söz, seatbelt, oturacaq kəməri, time sheet, ikisi də mürəkkəb. Cavab Y bəndidir. Purpose, məqsəddir. Sadədir getdi. Viewer, burada air şəkilçidir, düzəltmədir getdi. Burada nest şəkilçidir, burada blue sadədir. Cavab C bəndidir. Sonra compoundlar soruşur. Reason, səbəb sadədir, poet sadədir. Village düzəltmədir, sizə onu deyim ki, villa adı budur. Villaya AG şəkilçisi qoyulubdur. Bu düzəltmədir. Hardship də shipdir. Burada tion düzəltmədir. Cavab belə budur. Baxıram handle çıxır. Sadədir. Educate burada sadədir. Fiction'da ions yox, bu da getdi. Cavab D bəndidir. Baxıram compound nounlar. Elə cavab A bəndidir. Bax toolbox, əstəğfurullah, handmade, password. Idea sadədir. Painting də ink şəkilçidir. Writer də air şəkilçidir. Picture şəkil sadədir. Able bacarıqlı necə ümumiyyətcə sifətdir. Nesi çıxıram, düzəltmədir. Bunlar da sadədirlər. 53-ə baxıram, compound noun teacher düzəltmədir. Bu teach-dən yaranıb, bu da act-dən yaranıbdır. Cavab 1-dən 3-dür. C bəndi. Compound noun soruşur. Burada silent sakit, sadədir. Bu helpful, köməkçil necə cür. Ümumiyyətcə hopeful, ümid eləyən, yəni. Bu ümumiyyətcə heç isim deyil axı. Məndən compound soruşur. Cavab D bəndidir. Question-da ion, sion, tion şəkilçidir. Burada da respect də sadədir, cloud da sadədir. 55-ci testimiz. 55-də compound soruşur. Moonlight, songwriter. Bunlar ship şəkilçidir. Summary də sadədir. Cavab 2-4 edir. Y bəndi.